Necə ki, Şeyx Fovzan, Həfizəhullah buyurur ki, bidət əhlinin iddialarına dəlil deyilməz. Çünki dəlil yalnız və yalnız haqq tərəfində olur. Haqq əhlində olur. Dəlil haqq əhlinin dedikləridir. Bidət əhlinin irəli sürdüklərinə şübhə deyilər. Dəlil deyilməz. Və xəbis rafisilərin ortaya atdıqları bu şübhə İmam Müslimin Səhih əsərində, təharət kitabında spermanın hökmü bölümündə, yəni bəbu hukmul məni, spermanın, məninin hökmü bölümündə Əl-Qamədən və Əsvəddən nəql edilmiş bu rəvayət ətrafındadır. Hansı ki, həmin rəvayətdə deyilir ki, bir nəfər Ayşənin yanına gəlib ona qonaq oldu və orada, yəni gecə vaxtı həmin kişi ehtilam olur. Ehtilam yəni pullusiya halı. Yəni kişi yuxuda onu şəhvətə təhrik edəcək bir şey görür və beləcə ondan məni xaric olur və qüslu pozulur. Buna ehtilam halı deyirlər. Və sonra da kişi səhər durur, öz paltarını yumağa başlayır. Və Ayşə anamız isə ona deyir ki, mənini, yəni spermanı gördüyün təqdirdə sadəcə onun bulaşdığı yeri yumağın sənə yetərlidir. Və görmədiyin təqdirdə isə onun ətrafına sadəcə su çilə. Çünki yadıma gəlir ki, mən onu, yəni spermanı, Peyğəmbər sallallahu aleyhi və səlləmin libasından ovxalayıb təmizləyərdim. Sonra da Peyğəmbər sallallahu aleyhi və səlləm bu libasda namazlarını qılardım. Və şübhə bu hədis ətrafındadır. Və xəbis rafisilər deyirlər ki, bu kişi kimdir ki, Ayşənin yanına gəlir və onun yanında tam, kamil bir gecəni qonaqlayır. Və həmçinin deyirlər ki, naməhrəm bir kişinin Ayşənin yanında gecələməsi caizdirmi? Və deyirlər ki, budurmu əhl-i sünnətin Ayşəyə olan məhəbbəti? Yəni şübhə bundan ibarətdir. Və təbii ki, bu şübhə hörümçəyin toru kimi, hörümçəyin yuvası kimi zəif, çox sadə, çox bəsit və əslində çox gülməli bir şübhədir. Və bu şübhənin cavabında mən deyirəm ki, əvvəla onların deməsi ki, bu kişi kimdir? Çünki hədisdə, onların şübhə olaraq gətirdikləri hədisdə deyilir ki, ənnə racülən nəzələ bi Ayşə. Yəni bir kişi Ayşəyə qonaq oldu. Və təbii ki, bu kişinin kimliyi məlumdur. Və elə həmin Səhih Müslimdə onların şübhə olaraq gətirdikləri hədisdən bir neçə hədis sonra rəvayət edilir ki, Abdullah ibn Şihab Əl-Xavlani deyir, kuntu nazilən alə Ayşə fəhtələmtu fi thawbey. Abdullah ibn Şihab Əl-Xavlani deyir ki, bir dəfə, yəni mən Ayşəyə qonaq gəldim. Və orada ehtilam oldum. Paltarım, yəni ehtilam nəticəsində məniyə bulandı. Və bu hədisdən məlumdur ki, bu şəxs Abdullah ibn Şihab Əl-Xavlanidir. Yaxşı, bəs Abdullah ibn Şihab Əl-Xavlani kimdir? Və bu barədə rical kitablarına, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərini nəql edən ravilərin tərcümə halından bəhs edən o rical kitablarına baxmaq kifayətdir. Və Abdullah ibn Şihab Əl-Xavlani Küfə əhlindən olan tabiinlərdəndir. Küfəlidir və orta təbəqəli tabiinlərdəndir və iki sahabədən, Ömər ibn Xattabdan və möminlərin anası Ayşə radiyallahu anhədən hədis nəql etmiş sahabədir və onun nəql etdiyi hədislər Buxaridə, Müslimdə, İbn Məcədə və İmam Əhmədin Musnədində və Tirmizinin Sünənində və digər hədis kitablarında, hədis məcmualarında nəql edilmişdir. Yaxşı, biz bildik bu kişinin kimliyini. Bu şəxs kim olub? Abdullah ibn Şihab Əl-Xavlani. Baxma ki, onların şübhə olaraq gətirdikləri hədisdə o kişinin kimliyi qeyd edilmir. Ancaq bir neçə hədis sonra elə həmin bölümdə, həmin Səhih Müslimdə o insanın adı və kimliyi bizə bildirilir. Və təbii ki, rafisilər öz şübhələrini qüvvətləndirmək üçün hədisin daha ixtisar variantını, daha müxtəsər variantını şübhə olaraq ortaya atıblar. Və hədisin başqa hədis kitablarında və ya elə həmin Müslimdə daha müfəssəl olan variantını gizlədiblər. Və bunu qeyd eləməyiblər. Yaxşı, hədisdə nə deyilir? Abdullah ibn Şihab Əl-Xavlani deyir ki, kuntu nazilən alə Ayşə. Yəni bir dəfə Ayşənin evinə qonaq gəldim.
Və fikir verin, bayaq qeyd etdiyim kimi Abdullah ibn Şihab küfəlidir. Və təbii ki, Mədinəyə musafir olaraq səfərə çıxıb. Və burada belə bir sual ortaya çıxır. Hansı ki, bu xəbis rafizlərin şübhələr də bu sual ətrafındadır. Və sual budur. Yəni, mümkündürmü ki, o, Abdullah ibn Şihab Əl-Xavlani Ayşənin hücrəsində onunla birlikdə gecələsin? Mümkündürmü? Bu suala cavab verməmişdən qabaq, Səhih Buxaridə olan bu hədisə diqqət yetirək. Hansı ki, hədis İmam Buxarinin Səhih əsərində 4838-ci hədisdir. Və hədisdə deyilir: Ayşə anamızın süd əmsi onun yanına, evinə daxil olmaq üçün ondan izin istəyir. Və Ayşə özünün süd əmsinə icazə vermir, ta ki bu barədə Allah Rasulundan soruşmadıqca. Və Ayşə anamız deyir ki, o məni əmizdirməyib, o mənə süd verməyib, onun zövcəsi mənə süd verib. Allah Rasulu yenə də deyir ki, o sənin əmindir, izin ver, sənin yanına daxil olsun. Budur, möminlərin anası Ayşə radiyallahu anhə özünün süd əmsinə sadəcə onun otağına daxil olmağına razı olmur. Amma küfədən olan bir kişiyə öz otağında gecələməyə icazə mi verir? Yəni, hansı ağıl sahibi bu fikrə gələ bilər? Təbii ki, rafislər. Yəni, bu şey yalnız xəbis rafislərdən gözlənilə bilər. Yaxşı, sual verilə bilər ki, bu hədisdə dəlillər varmı ki, Abdullah ibn Şihab Əl-Xavlani anamız Ayşənin yanında gecələməyib? Bəli, dəlillər var və kifayət qədər. Necə ki, Abdullah ibn Şihab Əl-Xavlani sözünün davamında deyir ki, o zaman ki mən ehtilam oldum və başladım paltarımı, məni bulaşmış paltarımı yumağa, fəraətni cəriyətun li Ayşə, Ayşənin kənizi, cariyəsi məni gördü. Və məni gördükdə fəəxbərət hə, bu haqda Ayşəyə xəbər verdi. Fikir verin, Abdullah ibn Şihab Əl-Xavlani'nin öz paltarını yumasını, yəni bu hadisəni kim görür? Ayşənin cariyəsi. Fəraətni cəriyətun li Ayşə. Sonra fəəxbərət hə, və bu haqda Ayşəyə xəbər verdi. Sual, cariyə onu harada gördü? Ayşənin mənzilində, Ayşənin evində, Ayşənin hücrəsində. Yaxşı, gəlin hədisi tamamlayaq. Hədisin davamında Abdullah ibn Şihab nə deyir? Fəbəəfət iləyyə Ayşə. Ayşə məni yanına çağırtdırdı və mənə dedi. Subhanallahil azim. Yəni, o Ayşənin evində gecələdiyi halda Ayşə onu öz yanına çağırtdırır. Allah Azza və Cəllənin ağıl neymətinə görə ona həmd edirəm. Yəni, məsələ aydındır. Deməli, o Ayşənin evindən kənar bir yerdə gecələyir. Hətta İmam Əhmədin Musnədində 24204-cü hədisdə və İbn Məcənin Sünənində 538-ci hədisdə qeyd edilir ki, Ayşə anamız öz cariyəsi ilə Abdullah ibn Şihaba, yəni o qonağa, ona gələn qonağa yatmaq üçün bir ədyal göndərir. Və hətta Abdullah ibn Şihab ehtilam olanda o spermadan o ədyala biraz bulaşdığına görə Abdullah ibn Şihab o ədyalı yenidən Ayşəyə göndərməyə utanır və həya edir. Yəni, hədisdəki ləfslərə fikir verin. Birincisi, Abdullah ibn Şihab Əl-Xavlani'nin dediyi fəraətni cariyətun li Ayşə, Ayşənin cariyəsi məni gördü. Və sonra bu barədə Ayşəyə xəbər verir. Və sonra Ayşə onu yanına çağırtdırır. Deməli, hadisə Ayşə anamızın evindən kənar bir yerdə baş verir. Və bunu onun cariyəsi görür. Və bu barədə Ayşəyə xəbər göndərir. Və bu xəbər Ayşəyə çatandan sonra o da xəbər göndərib İbn Şihabı öz yanına çağırtdırır və bu məsələnin fikri izahını ona öyrədir. Yəni, məsələ aydındır. Fəqət rafisilər bilərəkdən hədisin ixtisar, yəni müxtəsər olan variantını şübhə olaraq ortaya atıblar. Və təbii ki, ümumiyyətlə Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərinə və o hədisləri nəql edən sahabələrə və tabiinlərə fikir versək,
onlar hədisləri çox vaxt müxtəsər formada nəql edirdi. Müxtəsər formada nəql edirdi. Çünki bu hədisdə əsas məqsəd nədir? Yəni, Abdullah ibn Şəhabın bu hadisəni danışmaqda məqsədi nədir? Yəni, məqsədi Ayşənin evinə qonaq gəlmək, harada gecələmək budur, yoxsa məqsədi məninin hökmünü bəyan etməkdir? Təbii ki, bu hadisəni nəql etməsində məqsəd məninin hökmünü bəyan etməsidir. Abdullah ibn Şəhab Əl-Xavlani haradan ağlına gələrdi ki, vaxt gələcək, bu cür xəbis rafizlər onun nəql edəcəyi, yəni müxtəsər olaraq nəql edəcəyi bir hadisəni bu cür öz lehlərinə şübhə olaraq ortaya atacaqlar. Və təbii ki, Abdullah ibn Şəhabın ağlına bu haradan gələrdi? Belə bir şey olsaydı, Abdullah ibn Şəhab deyərdi, gəldim, harada keçələdim. Zaten bu hədisdə var. Hədisdə açıq aydın var. Ki, Ayşə anamız onun qaldığı yerə öz cariyəsi ilə ədyal göndərir. Sonra o, sperma bulandığına görə o ədyalı geri göndərməyə utanır. Və ya cariyə bu xəbəri Ayşəyə çatdırır. Və Ayşə Abdullah ibn Şəhab Əl-Xavlani öz yanına çağırtdırır. Ona bu məsələnin fikri yönünü izah edir. Hətta hədisdə bu görünür. Yəni, məsələ aydındır. Yəni, hədis müxtəsər formada nəql edilib. Elə məsələyə bu cür yanaşsaq, elə rafizlərin şübhə olaraq gətirdikləri hədisin ləfsi belədir. Ənə rəculən nəzələ bi Ayşə fə əsbəhə yəxsilu səvbə. Yəni, bir nəfər Ayşənin yanına gəldi və paltarını yumağa başladı. Bir nəfər Ayşənin yanına gəldi və paltarını yumağa başladı. Yəni, o Ayşənin yanına paltarını yumaq üçün gəlmişdi. Görürsən, hədisdə qeyd edilmir ki, o ehtilam oldu və sonra durdu, başladı paltarını yumağa. Təbii ki, hədis ixtisar, müxtəsər formada nəql edilib. Və rafizlər də bundan istifadə eləmək istəyiblər. Və təbii ki, biz bu hədisi şübhə olaraq ortaya atan rafizlərə də öz növbəmizdə bir neçə sual ünvanlayırıq. Və deyirəm, ey xəbis rafizlər, siz Peyğəmbər sallallahu aleyhi və səlləmin evinin şəklindən, formasından xəbərdarsınızmı? Yəni, görəsən bu yazıq rafizlər Allah Rasulunun evi necədir? Bunu bilirlərmi? Yəni, sual verirəm, onun zövcələrinin hücrələri, Allah Rasulunun evinin otaqları, qapıları necə idi? Sual verirəm, Peyğəmbərin sağlığında öz qonaqlarını qəbul etdiyi qonaq otağından xəbəriniz varmı? Və bu otağın birbaşa çölə açılan qapılarının olduğundan xəbəriniz varmı? Ayşənin evindən, onun köləsi Yunusdan, Zəkvandan və cariyələrindən xəbəriniz varmı? Bu şəxslər Ayşənin evindən onunla birlikdə mi qalırdılar? Yoxsa onların qalacaqları başqa bir yer mi var idi? Yəni, əgər verilən bu suallar barəsində sizdə bir cavab yoxdursa, o zaman ağlınıza gələni, daha doğrusu, ağzınıza gələni danışmayın. Və Əhl-i Sünnənin hədis kitablarını oxumamışdan qabaq, gedin, öz kitablarınızı vərəkləyin. Hansı ki, böyük alimiviz, Alləmətül Məclisi, ən etibarlı, ən mötəbər, ən əsas 8 Şiə kitabından biri olan Biharul Ənvarın müəllifi. Həmin kitabda, Biharul Ənvarda 40-cı cild 2-ci səhifədə belə bir hədis nəql edir. Hədisdə deyilir ki, Əli radiyallahu anhu deyir, səfərtu ma'a Rasulillahi sallallahu aleyhi və səlləm leysə ləhu xadin qeyri və kənə ləhu lihaf vahid leysə ləhu lihaf qeyruh və ma'ahu Aişə və kənə Rasulullahi sallallahu aleyhi və səlləm yənəmu beyni və beynə Aişə. Əli deyir ki, mən Rasul sallallahu aleyhi və səlləm ilə səfərə çıxdım. Və bu səfərdə onun məndən başqa heç bir köməkçisi, xadimi, xidmətçisi yox idi. Və deyir, bizim bir dənə ədyalımız var idi. Yəni, örtünəcək bir ədyalımız var idi. Və Ayşə radiyallahu anhə də Peyğəmbər sallallahu aleyhi və səlləmlə birgə idi. Yəni, səfərdə Əli, Ayşə və Rasul sallallahu aleyhi və səlləm. Və deyir ki, gecə vaxtı Rasul sallallahu aleyhi və səlləm mənimlə Ayşənin arasında yatdı.
Və bizim üzərimizdə yalnız bir ədyal var idi. Fikir verin. Bizim üzərimizdə yalnız bir ədyal var idi. Yəni Allah Resulü, Ayşə və Əli bir ədyal altında gecələyir. Və hədisin davamında deyilir ki, Allah Resulü gecə namazına qalxanda mənimlə Ayşənin arasında yatağa əli ilə bir xət, cızıq çəkir. Və mən və Ayşə həmin yorğanın altında qalırıq. Təbii ki, Allah Azza və Cəllənin lənəti olsun bu hədisi uydurana. Və sual verirəm. Budurmu Əliyə olan hörmətiniz? Və budurmu qəbul etdiyiniz Əli? Budurmu Allah Rasuluna olan sevginiz? Budurmu Allah Rasuluna olan hörmətiniz? Əli və Ayşə bir yorğan altında. Hansı ki Kitab-ül Kafidə 7-ci cild 181-ci səhifədə gəlir ki, Cəfər Sadiq deyir, əgər bir kişi və qadını bir yorğan altında tapsaz, sadəcə bir yorğan altında, hərəsinə 100 şallaq vurun. Allahu Akbar kəbiran. Yəni gedin bu hədisin dərdini çəkin. Yəni hədis açıq aydındır. Yəni hədisdə gizlin heç bir şey yoxdur və birbaşa Ayşəyə, Əliyə və Allah Rasuluna təndir. Budurmu qəbul etdiyiniz Rasul və budurmu onun dini ki, Əli və Ayşə bir yorğan altında gecələyir. Və mən deyirəm buradan, bu xəbis və bu zındıq və bu yazıq Allah Rasulunun, onun əshabının və əhl-beytinin və bu müsəlman ümmətinin düşməni olan rafizlərin heç bir şübhələri cavabsız qalmayacaq. Və təbii ki, ola bilər, onlar bəzi hallarda onlara cavab verilmədikdə bu haldan istifadə edirlər. Öz şübhələrini cəmiyyət arasında yayırlar.